Məkkə dövründə din anlayışı tarixin axarına və təbiətdə baş verən hadisələrin gedişinə istiqamət verən, zamana və aləmə hökm edən, dini Peyğəmbər vasitəsilə bəyan edən və hesab gününün yeganə sahibi olan uca Allahın hakimiyyəti kimi ümumləşdirilə bilən bir məzmun kəsb etmişdir. Mədinə dövründə isə bu məzmun daha da genişlənərək, insanın uca Allaha bağlı bir həyat sürməsi, müsəlman fərdlərə və cəmiyyətinə qarşı öz vəzifələrini yerinə yetirməsi, eləcə də Allahın mütləq təsərrüf, qüdrət və hakimiyyət sahibi olması kimi ünsürləri də özündə ihtiva etmişdir. Bu məzmun Qurani-Kərimin digər ayələrində də öz əksini tapır. Məsələn, Bəqərə 193 və Ənfal 39-cu ayələrində yer alan "Və yekunə dinu lillah", din yalnız Allaha məxsus olsun ifadəsi ilə dinin bütövlüklə Allaha aid olması və Allahın hakimiyyətinin bərqərar edilməsi fikri ön plana çıxarılır.